Biz sizdən bir sual soruşmaq istəyirik. Aranızda kim video oyunu oynayır? Məncə aranızda çox oynayır, sizin yaşınızda. Bugün mən, bəs bilirsiniz ki, video oyunların faydası da ola bilər. Bugün mən bu faydalardan sizə danışmaq istəyirəm. Kim oyunu sevir? Video oyunlar çox əyləncəlidir. Onlarda tikə bilərik, yarışa bilərik, döyüşə bilərik və məcara yaraşır. Amma oyunlar təkcə əyləncə deyil, onlar beynimizə kömək edir. Dostlar işləməyi öyrədir və yaradıcılığını artdırır. İndi sizə bu 3 fayda xüsusiyyətini göstərəcəm. Məsələn, Minecraft və ya puzzle tapmaca oyunlarda biz beynimizi işlətməliyik, düşünməliyik və puan qurma və çətinlikləri həll etməliyik. Yarış və döyüş oyunlarda gözəl koordinasiya inkişaf edir, yəni gözlərimiz və əllərimiz daha tez işləyir. Bəzi oyunlarda isə yaddaş və diqqət lazımdır. Məsələn, oyunda harada nə olduğunu yadda saxlamaq və strategiya qurmaq. Yəni, oyunlar beyinə məşq kimi təsir edir. İndi isə komanda işindən danışmaq istəyirəm. Heç Fortnite, Roblox və ya Among Us oynayıbsınız. Bu oyunlarda dostlarla işləmək, danışmaq və plan qurmaq lazımdır. Bu da məktəbdəki layihələr və ya idman komandası kimidir. Video oyunlar sizə komanda ilə işləməyi və ünsiyyət qurmağı öyrədir. Bu həyatda çox vacib bacarıqdır. Bu yaradıcılıq necə yaranır? Minecraftda, məsələn, qalalar, mağaralar və əyləncə parkları tikmək olur. Roblox Studio'da bəzi uşaqlar öz oyunları düzəldir. Yəni, sən video oyunda memar, rəssam, hətta proqramçı ola bilərsən. İndi vacib hissə. Bəli, oyunlar əladır. Bizim xeyrimizə olur, amma çox oynamaq da bilirsiniz ki, zərərlidir. Əgər çox oynasa, gözlərimizlə yorulur, başımız ağrıyır, tapşırıq unuduruq eləməyə və qiymətlərimiz də pis olurdu, dostlar. Ona görə də tarazlıq lazımdır. Əvvəlcə tapşırıqlar, sonra biraz oyun, arada fasilə və idman. İdman çox vacibdir. Gəlin xatırlayaq. Oyunlar beynimizə gücləndirir. Komanda işini öyrədir, yaradıcılığımızı artdırır. Amma unutmayaq ki, onu çox oynamaq da məsləhətli deyil. İndi sizə bir sual. Siz video oyunlarda nəyi ən çox sevirsiniz? Məncə Minecraftda evləri, neysə bir tikmək xoşlayırsınız məncə. Ya Robloxda ünsiyyət dostlarla quranda çox maraqlı olur məncə. Uşaqlardan cavabım, dinlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, bundan sonra oynayanda bu faydalardan xatırlayacaqsınız. Oynayın, amma ağıl oynayın. Xatırlayım sizə ki, bu oyunlar hamımız oynayıb, tələbə yoldaşlarım da biz onsuz da oyundan böyümüşük, sizin yaşınızda ya da daha da az olanda biz bu oyunları oynamışıq ki, sonra böyüyək. Biz bu oyunlarda böyümüşük, amma məsələn, bizə çatmaq üçün, ADA Universitetinin tələbəsi olmaq üçün biz dərslərimizi də unutmamalıyıq və çalışmalıyıq ki, bir-birinizi balansla dinlədiyiniz üçün təşəkkür edirəm.